ora dəvət alanda mənim ürəyimdən bir səs dedi ki, bəlkə bilirsiniz də bizim keçən il Türkiyə videomuzdan çox izləyicinin yadında qalır. Mənim bilirsiniz ən böyük xəyalım Leyla xanımla görüşməkdir. Bu həyatda hər kəsin bir arzusu var da. Biri maşın almaq istəyir, biri ev almaq istəyir, biri yaxşı pullar qazanmaq istəyir, biri sağalmaq istəyir, nə bilim, biri səyahət eləmək istəyir. Hər kəsin bir xəyalı var. Mənim üçün də bütün maddiyatlardan, bütün belə deyim, uğurlardan daha böyük bir şey varsa, o da Leyla xanımla görüşməkdir. Nəyə görə? Səbəbini də deyəcəm. Bugün biz Krançburgerə dəvət alanda mən çox ümid edirdim ki, Leyla xanımı orada görəcəm, gələcək. Çünki onun uşaqlarının, belə deyim, məkanının açılışıydı. Amma çox təəssüf ki, bu ərəfədə bizim prinsessamız başqa bir şəhərdə uşaqlar evinin açılışındaymış. Yəni mənim üçün fərqi yoxdur, inanırsınız, bilsəydim oradadır, heç düşünmədən o kilometrləri qaça gedərdim onun yanına, amma təəssüf ki, xəbərim olmuyor. Eybi yox, qismət olmadı bu dəfə, amma mən burada baxarsınız, bu videolara bir gün baxarsınız və bir gün mən Leyla xanımın yanında şəkil paylaşanda və yaxud da video paylaşanda deyirsiniz, bu qız bacardı. Bu qız istədi, arzuladı, bacardı. Nəyə görə o qədər insan arasında o? Çünki onun ürəyi o qədər gözəldir, mən onu çox yaxından izləyirəm. Yəni, başqa ölkələrdə vəziyyətləri görürsünüz də, bizim prinsessamız uşaqlarla o qədər iç-içədir. Yəni, mənim kanalımdan da göründüyü kimi, yanımdakı 3 qızımdan da göründüyü kimi, mən uşaqları həddindən artıq çox sevirəm. Və Leyla xanım Əliyevanın uşaqlara qarşı olan qayğısı, uşaqlara qarşı olan diqqəti, xəstə uşaqlara göstərdiyi dəstək. O gün bizim bir izləyicimizlə qarşılaşdıq yolda. Həmin izləyicimiz xərçəng xəstəsi idi və o uşaq rahatlıqla müalicəsini ala bilsin deyə, xəstəxanaya gedib gələndə valideynləri əziyyət çəkməsin deyə onlara maşına kimi hədiyyə eləmişdi. Yəni, bu qadının, bu gözəl xeyirxah xasiyyəti, o ürəyi məni valeh edirdi, özümdən asılı deyil. Mən bəzən özümü onun davamçısı kimi görürüm. Düzdür, mən 3 qız uşağı ilə bu xəyallarımı həyata keçirirəm, amma o yüzlərlə, minlərlə uşağa dəstək olur. Təkcə xəstə uşaqlara yox, elə sağlam uşaqlar olsun, hamısına çox gözəl sevgi göstərir, çox gözəl qayğı göstərir. Təsəvvür edin, övladınızın restoranının açılışıdır, amma siz öz övladınızı qoyub gedirsiniz başqalarının uşaqları üçün, onlara qayğı göstərmək üçün, onlara dəstək olmaq üçün kilometrlərlə yolu başqa bir şəhərə gedirsiniz. Yəni, hər insan bu ürəyin yiyəsi ola bilməz. Mən çox arzulayıram ki, bir gün onunla görüşəcəm, bir gün onunla qarşılaşacağım. Bunun üçün demək olar ki, çox fürsət güdürəm, çox çalışıram, alındırım. Hələ alındıra bilməmişəm, amma bəlkə onu tanıyan, onun çevrəsindən olan bizi müğənnilər də izləyir, bizi, belə deyim, dövlət işçilərinin uşaqları da izləyir. Yəni, ən azından çerez onunla, belə deyim də, əlaqəsi ola biləcək potensialda izləyicilər var bilirəm və bunu ona görə səsləndirəm, ona görə dilə gətirirəm ki, mən bu xəyalımı gerçəkləşdirməyə bəlkə biri vəsilə olar, bəlkə biri kömək olar, bəlkə bir qulaq eşidər bu səsi və bu həyata keçər. İnşallah bir gün olar, nə deyim, bu dəfə olmadı, amma bir dəfə olacaq. Bu qədər.